Xırdalan dairəsinə çox yaxın bir məsafədə 3 mərtəbə 8 otaqdan ibarət şəxsi tikili, kupçalı, əla bir həyət evi təqdim edirəm sizlərə. Göründüyü kimi hər bir detalında şəxsi tikili olduğu sübut olunur. 2 sot torpaq sahəsində tikilib. Geniş bir həyət hissəsi var. Altında qaraj da nəzərdə tutulub. Hər 3 mərtəbəsində yaşayış üçün bütün şərait yaradılıb. Yan tərəflərinə tam keçid mümkündür. Yəni evin hər bir tərəfinə keçid mümkündür. Həyətinə heç bir pəncərə baxmır. Baxın, dörd bir tərəfinə baxsaz görərsiniz ki, həyətinə heç bir pəncərə baxmır. Jalüz avtomatik qapısı var. Bu hissədə qarajımızdır. Evin istilik sistemi kombi sistemdir. Bütün hər bir mərtəbə isti döşəmədir. Bura birinci mərtəbə daxilində sanuzel, mətbəx nəzərdə tutulub bu hissədə və 2 ədəd köməkçi otaq, yəni yaşayış kimi də istifadə etmək mümkündür. Hündür quru bir ərazidir. Bu ərazi Xırdalan dairəsinə tam yaxındır. Əla təklifdir. Kupçalı, torpağın və evin kupçası olan belə bir gözəl həyət evi təqdim edirəm sizlərə. Və həyətinə heç bir pəncərə baxmayan ideal bir həyət evi. Gəlin bu hissədə baxaq. Yəni buradan da görürsünüz ki, evin bütün evlərlə arasında məsafə var. Şəxsi tikilidir. Monolit betonla tikilib. Belə bir gözəl həyət evi. İndi isə qalxaq evimizin yuxarı hissəsinə. İkinci mərtəbədən təqdimata davam edək. Burada da belə bir teras yaradılıb. Buradan isə ikinci mərtəbənin əsas girişidir. Təqdimata davam edirik evimizin ikinci mərtəbəsindən. Baxın, ikinci mərtəbədəyik. Buradan üçüncü mərtəbəyə qalxan pilləkəndir. Daxil olarkən sağda belə bir gözəl, geniş qonaq otağımız var. Böyük ölçüdə. Qeyd etdiyim kimi sənət kupçadır. Evimiz 300 kvadrat metrə yaxındır. Yəni böyük bir evdir. Birinci mərtəbədə təqdim etmişdim sizlərə sanuzel, 2 yataq otağı və mətbəx. Burada ikinci mərtəbədə yerləşən sanuzelimizdir. Qonaq otağını təqdim etdim sizlərə. Əlavə olaraq bir yataq otağımız da var bu hissədə. Qoşa daşla tikilib, mərtəbə arası monolit betondur. Burada isə geniş bir mətbəximiz var. Təbii ki, evdə qalacaq mətbəx mebeli, kombi radiatorlar. Daha doğrusu evimizin hər 3 mərtəbəsi isti döşəmədir. Evdə radiator sistemi yoxdur. Yəni hər mərtəbədə isti döşəmə var. Pilləkənimiz də betonla işlənib, dəyərli izləyicilər. İndi isə qalxırıq 3-cü mərtəbəni sizə təqdim etməyə. Davam edirik 3-cü mərtəbə ilə. 3-cü mərtəbədə də yerləşir 4 yataq otağı və 2 sanuzel. Bu bir yataq otağımız vitraj pəncərə ilə. İkinci yataq otağımız daxilində sanuzel qovşağı təmirsiz şəkildə. 3-cü mərtəbədə olan sanuzellərimiz təmirsiz şəkildədir. Burada isə belə bir eyvanımız var. Davam edirik digər otaqlarla. Burada ümumi sanuzeldir. Qeyd etdiyim kimi təmirsiz şəkildədir. Burada daha bir yataq otağımız. Otaq ölçüləri də çox gözəl, ideal genişlikdədir. Burada isə daha bir otağımız var. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz, bizi izləyirsiniz, satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz.